Adamlık, insanlık. 6. kitapça. Ölen ölmeyen. Diş düşür, üz kırışır, beden çürüyür. Ruh düşmüş, ruh kırışmış, ruh çürümüş. Adam ölür, insan ölmüş. Hayat hizmeti. Adam ölüme layıktır. Ancak adamın insan olmak imkanı var. Ölüm insana yaraşmış. Bu sebepten hayat adamdaki insanı öldürmeye çalışır. Hayat ölüme hizmet gösterir. Heyvanlık, insanlık. Cinsi münasebet vasıtasıyla adam cismani atı olur. Cinsi münasebet vasıtasıyla adam cismani ana olur. Cismani atı olmak için adam evvelce heyvan olur. Cismani ana olmak için adam evvelce heyvan olur. Ruhani atada heyvan ölür, ruhani anada heyvan ölür. Fark. Hayat adam olur, hayat insan olur. Aman insan olur, aman adam olur. Adam heyvan tezadı olur, insan heyvan tezadı olur. Adam heyvandan farklanır, insan heyvana karşı durur. Ömrün çok hissesinde adam heyvana yakın olur, az hissesinde insana. Adam heyvana benziyor insan özüne. Hayat heyvana yarayır, adamı yarıdır, insanı yaramır. Azlık. Her adamda biraz insanlık var. Ancak bu biraz o kadar azdı ki. Sevciyeler. Adam heyvandan üstün, insan adamdan üstün. Adam tüyülür, insan yetişir. Tarif. İnsan adamdaş. Biçim. Hayat adamın boynuna pişirir. Bu saatten insanın boynu çatmış. Tehlike. Adamlıkta sehirleşme tehlikesi var. İkisinden biri. Yukarıdaydım, adamı insan sanırdım. Ağladım, gördüm ki adam heyvan olur. Adam insan olmayan da heyvan olur. Adamlar, kuyruğu da adamdır, callat da adamdır, katil de adamdır, eyyaş da adamdır. İnsandan başka herkes adamdır. Adam yükü. Ne kadar yavaşladığımızdan adam, yüküm ağırdı. Daxilində bir görüş heyvan daşıyıram. Adamda yaşayanlar, adamda yırtıcı yaşayır, xudbu yaşayır, hain yaşayır, həris yaşayır, erkek yaşayır, dişi yaşayır. Adamda anti-insan yaşayır. Adam məğrurluğu, mənəlik, insan məğrurluğu, mənəlik. Adam əzəməti, imtiyaz, insan əzəməti, iman. Mərhələlər, heyvanlıq sümülük, adamlıq ictimailik, insanlıq ruhanilik. Əslimiz, adam çoxluğu, insan azlığı. Təzadlar, adam zorlu, insan nurlu. Adam həvəsli, insan eşqli. Dövürlər, adamın canavar dövür olur, inan dövür olur, tülkü dövür olur, qoyun dövür olur. İnsanın teki insan dövür olur. Mənşə, adam doğurur, insan yaranır. Tarif, hayat adamın bahçesi, insanın səhrası. Dövlatlar, heyvan təbiətin evladı, adam həyatın evladı, insan ruhun evladı. Fərq, zamanı adam olur, zamanı insan olmur. Döyen dövülen, şu adamın eliyle dövür, İnsan eliyle dövülür. Cemiyet, insan tutaq, adam gözetçi. İnsan dağı, sinyal çekilen dağdan möhtəşəm dağ var mı? Sağolmayan, adamın dəyəsini sormurlar, adamı şarlığa çəkmirlər, adamı tonqada yandırmırlar, adamı insan saymırlar. Gen dünya, dar dünya. Adam için dünya gendir, insan için dünya dardır. Böyüme, başa məxluq kimi sürünür, adam kimi nəhliyir, insan kimi yeriyir. Adam ləyaqəti. Elə adam görürsənmi ki, üzdə bir gün arxada başqa bir danışmasın. Elə adam görürsənmi ki, bəd ayaqda qaçmasın.
El adam görmüşsənmi ki, validət alçalmasın? El adam görmüşsənmi ki, mənsəbə olmasın? El adam görmüşsənmi ki, şəhvətə çimilməsin? El adam görmüşsənmi ki, insan olsun? Zamanə şair. Adamın başından yuxarı, insanın dizindən aşağı. Yaşayış. Adam həyatda yaşayır, insan həyatın əhatəsində. Fərq. Adam maddiyyatçı, insan idealçı. Biçim məzmun. Doğuluş, həyat, ölüm biçimidir. Amallaşma, sabahlaşma, mütləqləşmə məzmundur. Adam məzmuna çatmır, biçimdə qalır. İnsan məzmuna çatır. İqtidarsızlıq. Təbiət yer yarattı, göl yarattı, insan yarada bilmədi. Xoşbəxtli insanlıq. Xoşbəxt olmaq üçün insan olmaq lazımdır. Adamlar xoşbəxtliyin nə olduğunu bilmirlər. İnsan olmadan xoşbəxt olmaq istəyirlər. Fərq. İnsan dünyadadır, ancaq dünyanın deyil. Adam dünyadadır və dünyanındır. Məişə. Adam heyvanın davamı, insan heyvanın ölümü. Fəlakət. Adam qaşlarının cənnət binası tikirlər və buna uçub tökülür. Adamlaşma aqibəti. Hamı adamdır və buna görə heç kəs insan deyil. Çevrilmə. Adam heyvanlıqdan imtina edəndə adam olmur, insan olur. Bəşər hekayəti. Məxluq oldu, adam ola bildi, insan ola bilmədi. Müqəddəs imkan. Bəşərin bişər olması. Təzəhürlər. Adam gizli, insan aşikar. Adam zahiri, insan daxili. Hal. Ətrafında adam dənizi görülür. Daxilində insan bulağı qaynayır. Həyatla təmas. Adam həyata yüksəlir, insan həyata eniş. Fərqlər. Adam fərqi. Meymun kimi təqlidçi, canavar kimi yırtıcı, tülkü kimi biç, biraz da insan. Biraz insanlıq adamı heyvandan fərqləndirir. İnsan fərqi. Meymundan azad, canavardan azad, tülküdən azad, adamdan azad. Təhlükə. İtdən, pişikdən, canavardan, yılandan, tülküdən seçilməmək təhlükəsi var adam həyatında. Cənnət, cəhənnəm. Adam üçün cənnət sağlam nə varsa, insan üçün cəhənnəmdir. Adam məhkəməsi. Zahiri çirkinlik bağışlanmır. Daxili çirkinlik bağışlanır. Natamlıq, tamlıq. Adam imanında nəmsizlik var. Adam idrakında idraksızlıq var. Adam mənəviyyatında mənəviyyətsizlik var. Adam iradəsində iradəsizlik var. Adamlıq natamlıqdır. İnanlı olmaq üçün insan olmaq gərək. İdraçlı olmaq üçün insan olmaq gərək. Mənəviyyatlı olmaq üçün insan olmaq gərək. İradəli olmaq üçün insan olmaq gərək. İnsanlıq tamlıqdır. Fərq. Adamda ayıblı nə varsa adam ondan törüyür. Adamda ağırlı nə varsa insan ondan yaranır. Qayğı. Bir insanın qayğı var, insanlaşmaq. Tərif. Adam nəşədən törüyən, insan əzabdan yaranan. Cəmiyyət. Cəmləşən adamlar, təhləşən insanlar. Naşılıq. Adamı insan sahib sevirlər. İnsanı adam sahib sevmirlər. Fərq. Adam bir cür yaşayır, insan bir cür. Aqibət. Faciədə adam məğlub olur, insan qələbə çalır. Səciyyələr. Həyat adam istihsal edən fabrik, amma insan yaradan emalxana. Adam xalq. Adamların daxilində insanın nə varsa birləşir və xalq yaranır. Adamların daxilində nə varsa birləşir və anti-xalq törüyür. Adam həm xalqdır, həm də anti-xalq. Xoşbəxtlik, bədbəxtlik. Xoşbəxt adam olmur, bədbəxt insan olmur. Adamlıq, insanlıq kitabçasının sonu